O svetoforda arxada siqnal vuranlar var. Və o adamlar bunu pişirə bilməz. Çünki onların səbri yox. Reportajımızı biz qalacıq şərabdan, Qastravar üzümlükdən aparırıq. Bizimlə qalın. Hava gözəldir. Buna biz həmişə çəkiliş havası deyirik. Syomishny pagoda. Və belə bir ətimiz var. Mal ətidir. Qəşəng bütöv şəkildə pişirəcəyik və manna yarması ilə olacaq. Prosesə baxın, çox danışmayaq. Deməli, bunun bu hissəsindən biri götürək. Bravo şef, bravo. Bax, bu boyda ətdən hazırlayacağım. İndi bu hissəsini götürək biraz. Bizim böyük yaşıl yumurta, bir grinek. Çox yeməklərimizi burada hazırlayırıq. Bunun kömürü qoymuşam bura, gözəl. Qızıb, aparaq ora. Elə eləyək ki, ay sağ ol. İndi bax, bu ətimizi qəşəng qızardaq. Qoyuruq bura. Və həmçinin soğanı da qızardırıq burada ilkin etapda. Kökü də. O qədər gözəl aromat var burada. Gözəl, burasını da qızardaq. Bu soğanı bölürük 4 hissəyə. Kökü də belə böyük hissələrə doğrayırıq. Gözəl qazanımızı gətiririk. Bu da bir grinekin qazanıdır. Qoyduq bura. Üzərinə yağ əlavə edirik. Bu gözəl egzimo yağı. Bizim zəncəfili də tez doğrayırıq burada. Bundan istifadə edəcəyik. Belə. Ay sağ ol, bu belə-belə. Qırmızı şərabdan istifadə edəcəm. Gözəl Sapiravi Qarabağ. Ürəkli. Ay, instrument ayrı şeydir kişi. İndi bunu azaltmalıyıq biz. Ağzını bağlayaq. İndi soruşacaqsınız ki, müəllim, şərabı nə ilə əvəz eləmək olar? Sirkə ilə. Yəni, biraz sirkə vura bilərsiniz, gənc sirkə. Amma yadınıza saxlayın ki, sirkənin bir öncəki günü şərab idi. Duz, istiot və sarımsaq da əlavə eləmək lazımdır. Və bunu biz bütöv şəkildə atacağıq. Çünki bunu biz dadı lazımdır bizə. Qara istiot. Amma duzu çox eləmirik. Nəzərimizə alaq ki, bu suyunu çəkdirəcəyik, ət duzlu çıxmasın. Ağzını bağladıq. Biz də gedək. Bizim gözəl həmin ətə mən düşündüm ki, həmişə pasta eləyirik, makaron və yaxud da kartuşka. İndi biz manna yarması eləyəcəyik. İlk öncə biz bunu biraz qızartmalıyıq. Doğurursan bunu belə. Bunların hamısı təcrübədir və bizdə yaxşı alınsa, elə bilkindən ki, üst-üstə düşüb bizim bəxtimiz getirib. Tamam, bu hazırdır. Dərhal qoyuruq bura. Südlə suyu qarışdırırıq. Əvvəl suyu, sonra sütü. Biraz kərə yağı əlavə eləyək, bu qədər. İndi bu qarışdıra-qarışdıra biz mannanı əlavə edirik bura. Yəni bunu pişirərkən qoyub heç yerə getmirsiniz. Gedin bir dənə cavab verin.